Salam, hörmətli tədbir iştirakçıları, əziz balalar, hörmətli həmvətənlər. İcazə verin sizləri bu tədbir münasibətilə təbrik edeyim. Gələn qonaqlarımıza xoş gəldin deyək. Allah günlərinizi uğurlu eləsin. Düşərli, uğurlu olsun. Mən həmişə deyirəm, bunu bizim demək mənəvi borcumuzdur. Toyda da, İraq Yaz Məclisində də hər hansı bir tədbir keçirilərkən biz şəhidlərimizin xatirəsini bir dəqiqəli sükutla yad eləməliyik. Allah rəhmət eləsin. Elə bir ərəfədə, elə bir günlərdə yaşayırıq ki, bu günlər bayramlarımız çoxdur. Bundan sonra bizim həmişə deyirəm, bayramımızda bir İslam rəmzi var. Bu günləri ayın 15-ci günü Azərbaycan xalqı qurtuluş gününü elan elədi. Ulu Öndərin ikinci dəfə Azərbaycanın o xilası üçün hakimiyyətə ikinci qayıdışı deyək. Allah Ulu Öndərə rəhmət eləsin. Bu günləri İmam Hüseyin təziyyəsidir. Elə bir regionda, elə bir ərazidə yaşayırıq ki, bunu Azərbaycan xalqının istər məzhəbindən, dinindən asılı olmayaraq hamı qeyd edir, yəni öz ibadət itaətin yerinə yetirir, İmam Hüseyinə olan ehtiramın, bunların özü bacardığı qədər bunu həyata keçirir. Ona görə İmam Hüseyindən bizim şəhidlərimiz Allah ayrı salmasın və hər birimizi də İmam Hüseyin şəfayətindən yapışanlardan, ondan yararlanan insanlardan idi. Demək, hörmətli tədbir iştirakçıları, bizim burada Zamin müəllim demək, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi tərəfindən demək, bizdə bir neçə dəfə tədbir keçirilir. Bu gün də bu tədbirdə iştirak edir. Mənim üçün çox xoş oldu ki, Zamin müəllimlə birkə bizim demək, yazar şairimiz, bizim dostum, qardaşım, demək, bu günləri burada Sərvadım iştirak edir. Ona görə mən bütün Sabirabadlılar adından, Cənab Başçının adından sizə xoş gəldin deyirəm və həmişə Sabirabada bütün Azərbaycanın digər bölgələrinə, xoş günlərə, xoş məramlara inşallah səfəriniz olsun. Və tədbirin işinə mən uğurlar arzu edirəm. Bizim burada gənclərimizdir. Son vaxtlar doğrudan belə bizim bir çətinlik yaradan bir məsələ var ki, bu internetdən yaxşı mənada istifadə edəndə çox yaxşıdır. Pis mənada istifadə edəndə ancaq çox pis. Yəni birində çox yaxşı dedi, birində çox pis dedim ki, çox təəssüf ki, o günləri bizim bir Allah ömür versin, bizim Xəlbol Mirzəxan kişinin burada Ağsaqqalın yubileyi var idi. Bu Kür Arazda, demək, getdi orada 80 yaşlı tamam olurdu. Qardaş, bu nəvəsi idi, nəticəsi idi, nə idi? Uşağın əlindən telefon aldılar. Çırağım, siz zorlayın. İnanın Allaha, 4 yaşında uşaq, telefonu özün belə hələk edib, uşaq belə, telefonu axır ki aldı, sonra uşaq neynəsə yaxşıdır. Məndə o statusiyada düşmüşdü. Allah'ın olsun, fikirləşdim ki, yəqin uşaq yalandan tutub belə. Gördüm əməli başda, o 4 yaşında uşaq operator. Allah'ın olsun, o Mirzəxanın yanına, babasının yanına o keçmək üçün qucağa aldılar, qoydular. Qonuş əməli başda, özüm ərinmədim, getdim belə, baxıb ki, görüm bu doğruda, gördüm Allah'ın olsun, elə səliqəli belə fırır, deyim ki, zirən belə hərrəsin, nağarsın, bir daha gördüm, yox, vallahi belə Sərvaz müəllimi bax elə çəkir, ki, işdə sənə deyirəm, elə Sərvaz o 4 yaşında uşaq, dedim ki, təki Allah eləsin, əvvəl axır belə bir kamera çəkən olsun, belə yaxşı sənətkar, ancaq çox təəssüf ki, bu günləri internetin resurslarında biri xoş məramla mənə bir məkan atır. Məkana atana qədər bir üzr istəyirəm hamıza, mən burada bir müəllimlə həm yaşlı olaraq, hamıza yaşda böyüyüm. Bu deyəndə elə bir biədəb yazı çıxır, elə bir səs çıxır ki, Allaha and olsun, üzr istəyirəm, siz mənim övladlarım. Adam özü xəcalat çəkir ki, elə bilirsən ki, bu yazı. Bir dəfə biri mənə deyir ki, deyir o nə yazdı? Əvvəl, heç telefondan özümə başım çıxmırdı. Telefondan belə dedim ki, o nə yazıydı atımsa, deyir ki, and işte, aman elədi. Dedim ki, bura, vurdum canı sürüdü. And işte, aman elədi ki, sonra mənim oldu ki, adı yox, bu yazı gələnə qədər 2 dənə
avara bir ad gəlir. Avara bir, yəni ancaq o demək deyil ki, cəmiyyətdə həmişə yararsız insanlar olur. Bina 4-də, internet olanda da, olmayanda da bütün cəmiyyət yaranış olandan bəri həmişə belə bir qeyri-etik hərəkətlərlə, insana yaraşmayan hərəkətlərlə insanlar olur. Mən burada bizim gənclər deyir, həyatınız həmişə uğurlu olsun. O internetdən, o resurslardan yararlanmaq bu günləri, cəmiyyətin bu günləri gətirdiyi bir həyat yoludur, bu qaçılmazdır. Ancaq yetər ki, mən arzulayıram ki, o resurslardan, o texnologiyadan müsbət mənada istifadə edir. Buyurun zanların, sözü sizə. Sağ olasın. Sağ olun. Çox hörmətli Həsən müəllim, Ceyhan xanım, Variz müəllim, Sərbaz müəllim, dəyərli tədbir iştirakçıları, dəyərli şagirdlərimiz, gözəl gənclərimiz, fədakar gənclərimiz, eyni zamanda təbii ki, bugün dövlətimizin, vətənimizin sizlərdən olan gözləntiləri, təbii ki, Azərbaycanımızın inkişafına sizlərin verəcəyi töhfələrdir, Azərbaycanımızın inkişafına sizlərin verdiyi dəyərdir və eyni zamanda bu sistemdə, bu fəaliyyətdə təbii ki, sizlərin də üzərinə böyük bir məsuliyyət düşür. Mən istərdim ki, bugünkü layihəmiz haqqında qısa bir arayış verim. Təbii ki, layihəmiz müasir internet resurslarının inkişafı İctimai Birliyinin uşaq və gənclərin internetdən düzgün istifadəsində milli mənəvi təbliğatın rolu adlı layihədir. Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşdirilir. Əlbəttə, bu cür belə ictimai əhəmiyyətli, eyni zamanda informasiya əhəmiyyətli layihəmizə göstərdiyi diqqətə görə, dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Və o cümlədən yaratdığı şəraitə görə bugün bizi gənclərlə bir araya gətirərək bu gözəl bir tədbiri gerçəkləşdirməkdə bizə dəstək olan Sabirabad rayon icra hakimiyyətinin başçısına, o cümlədən sizə, rəhbərliyinə və bütün əməkdaşlarına hər birinə dərin təşəkkürümüzü bildiririk və bundan sonra inanırıq ki, bizim gənclərlə, uşaqlarla, onların belə deyək, informasiya, internet resurslarından sizin də qeyd elədiyiniz kimi doğru şəkildə istifadə edilməsi üçün, istifadə etmələri üçün olduqca əhəmiyyətli layihələr icra etmək əzmindəyik və düşünürük ki, doğrudan da gənclərimiz internet, informasiya resurslarından düzgün istifadə etməlidir. Və adından göründüyü kimi, uşaq və gənclərin internetdən düzgün istifadəsində milli mənəvi təbliğatın rolu. Əlbəttə, mən istərdim ki, qısa da olsa bu məsələyə diqqətimi çəkib, niyə görə biz bu layihəni seçdik? Ona görə ki, dövrümüz qloballaşır, qloballaşan dünyada informasiya, kommunikasiya texnologiyalarının sürətlə inkişafı, həm də yaxşı mənada irəliləyişlərlə yanaşı, həm də müəyyən qədər, belə deyək ki, özündə bir qüsurlar da gətirir. Belə bir dövrdə təbii ki, biz gənclərimizi düzgün maarifləndirmək, düzgün informasiya istiqamətində onları, belə deyək ki, formalaşdırmaq, əlbəttə, bizim kimi vətəndaş cəmiyyəti institutlarının, informasiya cəmiyyətlərinin üzərinə böyük bir məsuliyyət düşür. Və bu baxımdan biz təşəbbüs irəli sürdük ki, agentliyə ki, biz belə bir layihəni uşaqlarla, gənclərlə bir yerdə keçirmək istəyirik. Əlbəttə, uşaqlarımızın internetdən düzgün istifadəsi deyəndə biz nəyi nəzərdə tuturuq? Bugün Həsən müəllim, nəzərə alsaq ki, hər birimizin evimizdə, eyni zamanda uşaqlarımızda da mobil, smartfon, telefon vasitələrindən istifadə olunur və bunların da internet təminatı, proqramı, yəni ümumiyyətlə internetdən giriş-çıxış imkanları çox genişdir və belə olan halda valideynlərin üzərinə hansı məsuliyyət düşür və eyni zamanda uşaqlarla çalışan ümumi təhsil məktəblərində bu proseslər necə getməlidir. Ona görə də biz düşündük ki, bunu bir maarifləndirmə formatında davam elətdirək. Əlbəttə, bugünkü keçirdiyimiz elə bu görüş, mən deyərdim, həm də bir seminar xarakteri daşıyır. Əslində, bizim qarşıya qoyduğumuz məqsəd uşaqlarımızın düzgün internetdən istifadə olunmasına nail olmaq. Bunun üçün nə etməliyik? Əlbəttə, valideyn olaraq, vətəndaş olaraq, informasiya cəmiyyəti olaraq biz nələri təbliğ eləməliyik, nələri təşviq etməliyik? Şübhəsiz ki, uşaqlarımızı düzgün, internet imkanlarından düzgün bəhrələnməyi tövsiyə eləməliyik. Bunun üçün, təbii ki, yenə də deyirəm ki, müxtəlif proqramları var. Bəzən biz o proqramları özümüz də düşünmədən rastlaşırıq ki, o proqramlar internet üzərindən dövriyyədə olur. Belə olan halda biz təbii ki, sosial şəbəkə segmentlərindən istifadə edərkən, təbii ki, bütün bu proseslərin hamısı internet üzərindən formalaşır. Yəni, sosial şəbəkələr üzərindən biz uşaqlara nəzarətimizin artırılması,
uşaqlara düzgün məlumatlarla təmin edilməsi məsələləri, yəni daima bunu həm valideyn olaraq, həm belə vətəndaş cəmiyyəti olaraq biz bunlara təbliğ eləməliyik ki, düzgün istifadə olunsun. Bu məsələlər düzgün şəkildə irəli getsin. İndi bugün Azərbaycanın ən ucqar kəndindən biz araşdıranda görürük ki, əksəriyyət kəndlərində internet var. Yəni bu qədər internet əlçatan olduğu bir dövrdə təbii ki, internetdən də düzgün istifadə imkanlarının da ortaya gəlməsi zərurət yaradır. Və bunun üçün də təbii ki, dövlətin qurumları, hansı ki, bu sahə üzrə ixtisaslaşmış qurumlar öz fəaliyyətlərini ölkəmizin insanlarımızın, vətəndaşlarımızın internet təminatı ilə bağlı çalışırlar. Amma digər məsələlər var ki, hansı ki, biz onları düzgün istiqamətləndirmək, gənclərimizi düzgün maarifləndirmək təbii ki, bunun üçün vətəndaş cəmiyyəti üsulları da öz mövqeylərini ortaya qoymalılar. Və hesab edirəm ki, bugün bizim Sabirabad rayonunda keçirdiyimiz bu görüş, şagirdlərlə, gənclərlə, ziyalılarla keçirdiyimiz bu görüşün də mahiyyəti odur ki, biz həm onlara mənəvi dəyərləri təbliğ edək. Məsələn, internet resurslarından istifadə edərkən, sosial şəbəkə segmentlərində istifadə edərkən, biz yaxşı olar ki, paylaşımlar edərkən, məsəl üçün, deyək ki, Sabirabad rayonunun tarixi ilə bağlı, bugünü ilə bağlı, mənəvi dəyərləri ilə bağlı və digər, belə deyək də, uşaqlarımızın mənəvi dünyasına təkan verən o dəyərləri sosial şəbəkə segmentlərindən dünyaya təqdim edək. Yəni, bugün artıq sosial şəbəkə, informasiya, artıq telefonla çəkilən bir informasiya bir saatdan sonra artıq dünyanın hər yerində görünə bilirsə, deməli, məsələ əhsən olduqca aktuallıq kəsb edir və belə olan halda təbii ki, bizim də üzərimizə düşür ki, biz sosial şəbəkə segmentlərindən uşaqlarımızı, gənclərimizi düzgün məlumatlandıraq. Bugün müxtəlif saxta profillərindən bəzən uşaqlarımıza hansısa formalarda təsirlər olur, bax, bu təsirlərin qarşısını almaq üçün təbii ki, biz ciddi informasiya orqanlarında dərc olunmuş məlumatlara üstünlük verməliyik. Eyni zamanda sosial şəbəkə səhifələrinə nəzər yetirərkən baxmalıyıq ki, bu hansı sosial şəbəkə iştirakçısı tərəfindən dövrüyə buraxılır. Yəni, bax, bunların hamısını təbii ki, indi hər kəs bununla bağlı informasiya savadlısı ola bilməz, amma şübhəsiz ki, daimi araşdırmada olmalıyıq ki, səhifəni izləyərkən görməliyik ki, bu insanın ortaya çıxartdığı hər hansı bir məzmun, hər hansı bir informasiya resursu, hər hansı bir, deyək ki, informasiya paylaşımı nə dərəcədə bizim milli mənəvi maraqlarımıza uyğundur. Yəni, bax, biz bunu, bizim təbii ki, bu prosesdə düşünürəm ki, həmin valideynlərin daimi nəzarətli olmalı, uşaqların telefonlarındakı olan proqramlara, müxtəlif, hətta bəzən görürsəniz ki, indi süni intellektin, bilirsiniz ki, Cənab Prezident də süni intellekt texnologiyalarının inkişafı, süni intellekt vasitələrinin inkişafı yönündə də bilirsiniz ki, çox ciddi, belə deyək ki, əhəmiyyətli qərarlar qəbul olunması təşəbbüsünü ortaya qoydu və bildirdi ki, hətta hər bir insan, hətta dövlət qurumunda çalışan insan özünün belə süni intellekt vasitələrinin düzgün, səmərəli istifadəsində çox böyük fayda var. Amma bu demək deyil ki, biz dövlətimizin bizə yaratdığı bu süni intellekt imkanlarını biz bəzən başqa bir tərəfdən edək. Amma biz yaxşı olar ki, bu süni intellekt vasitələrini dövlətimizin inkişafına yönəlik, milli mənəvi dəyərlərimizin təbliğinə yönəlik, ədəbi bədii fikirlərimizin süni intellekt vasitələrindən istifadə edək, daha da zənginləşməsinə yönəlik fəaliyyətlər ortaya qoyaq, ona uyğun şəkildə paylaşımlar eləyək. Yəni, bax, bu formada düşünürəm ki, süni intellekt vasitələrindən, eyni zamanda müasir informasiya, kommunikasiya texnologiyalarından, xüsusilə də internet resurslarından istifadə edərkən diqqətli olmaqda böyük fayda var. Bunun üçün də şübhəsiz ki, müasir dünyanın, qloballaşan dünyada, müasir dünyanın bu meyarlarından təbii ki, biz səmərəli şəkildə istifadə etməklə öz, belə deyək ki, sosial media platformamızı qurmuş olacaq. Ona görə də mən düşünürəm ki, bu sahədə biz davamlı şəkildə maarifləndirmə işləri aparmalıyıq, mənəvi dəyərlərin təbliği yönündə. Əlbəttə, bugün biz şeirlər oxuyarkən, təbii ki, hər zaman müraciət eləmişdik, mütaliə edirdik kitablardan, bizim ədəblərimizin, böyük sənətkarlarımızın, böyük şairlərimizin əsərlərini oxuyarkən biz müraciət edirdik kitabxanalara, kitabxanalarda oxuyurduq. İndi bugün təbii kitabxanalarla yanaşı artıq elektron kitabxanaları mövcuddur, elektron resursları mövcuddur. Təbii ki, bunlar heç biri şübhəsiz ki, kitabın o qoxusunun, kitabın o gözəlliyinin yerini verə bilməz. Amma yenə də zaman dəyişir, dövr dəyişir və bu dövrdə təbii ki, biz düzgün informasiyalardan istifadə etməliyik. Bax, misal üçün, bu günlərimi bəzən görsən insanlar ChatGPT-yə müxtəlif internet resurslarında
formalaşan, belə deyək ki, süni intellekt vasitələrinə müraciət edirlər. Amma təbii ki, bizim görürsən ki, bəzən bu şagirdlərin də müraciət etməsini ilə bağlı bizə də məlumatlar daxil olur. Amma şübhəsiz ki, bu gün süni intellekt vasitələrindən istifadə edərkən, təbii ki, biz fikirləşməliyik ki, bizə Ceyran xanım, kitabın yerini verməyəcəkdir. Biz o informasiyanı, o dolğun məlumatları gəlin əvvəlcə müəllimimizdən soruşaq. Gəlin bizə yol göstərən, bizim həyatımızda rol oynayan valideynlərimizdən soruşaq. Bizə dəstək verən ziyalılardan soruşaq. Bax, biz mənəvi dəyərlər dedikdə, əslində bu uşaq və gənclərin internet və mənəvi dəyərlər dedikdə, biz bunu, belə deyək ki, vəhdət təşkil etməyə çalışdıq ki, yəni bunlar ikisi də bir-biri ilə bağlı olanda zəngin olur. Bunlar ikisi bir-biri ilə bağlı olanda möhtəşəm olur. Ona görə də bizim əlbəttə ki, internet, informasiya, kommunikasiya texnologiyaları nə qədər inkişaf edəsə belə, şübhəsiz ki, biz mənəvi dəyərlərimizi həmişə bütün məsələlərdən öndə tutmalıyıq, milli maraqlarımızı, milli dəyərlərimizi bütün məsələlərdən öndə tutaraq, təbii ki, öz həyat yolumuzu, öz fəaliyyət prinsiplərimizi onun üzərində qurmalıyıq. Bax, necə ki, biz bugün müasir internet resurslarının inkişafı ictimai birliyi olaraq, baxmayaraq biz internet resurslarının təbii ki, inkişafından maraqlıyıq. Amma biz bununla yanaşı düşünürük ki, internet resurslarımızı inkişaf eləsin, daha da genişlənsin, amma mənəvi dəyərlərimizin təbliğinə üstünlük verilsin. Mənəvi dəyərlərimizə hörmət internet resurslarımızda. Gənclərimiz daha çox bu istiqamətdə öz paylaşımlarını eləsinlər. Gənclərimiz bu istiqamətdə öz yaradıcılıq nümunələrini Ceyran xanım təqdim eləsinlər. Yəni, bütövlükdə əsas hədəf dövlətimizin apardığı, dövlət başçımızın apardığı informasiya, kommunikasiya siyasətinə bugün biz informasiya cəmiyyəti olaraq, vətəndaş cəmiyyəti olaraq töhfə vermək əzmindəyik. Biz düşünürük ki, bundan sonra da bizim uşaq və gənclərimizin gələcək fəaliyyətində biz internet resurslarının inkişafı ictimai birliyi olaraq öz töhfəmizi verək. Qarşıya qoyulan məqsədimiz təbii ki, dövlət başçımızın apardığı informasiya siyasətinə bir mənalı olaraq töhfəmizi daha da artıraq və bundan sonra da düşünürəm ki, bizim layihələrimiz ardıcıl şəkildə bu istiqamətdə davam edəcəkdir. Biz inanırıq ki, Sabirabad rayonunda sizin Həsən müəllim, Ceyran xanım, Variz müəllimlə bir yerdə, Sərvaz müəllimlə bir yerdə təbii ki, böyük sənətkarımız, böyük şairimizin iştirakı ilə, gənclərimizin iştirakı ilə biz bundan sonra da davamlı görüşləri keçirməyi biz düşünürük. Əlbəttə, bunun üçün Sabirabad rayonunda bütün resurslar var və Sabirabad rayonu hər zaman vətəndaş cəmiyyətinə dəstəyi ilə seçilir və mən bunu buradan elə bildirmək istəyirəm. Təbii ki, biz düşünürük ki, bu cür yanaşma həm də uşaqlara olan bir münasibətin ifadəsidir. Yəni, bu cür yanaşma uşaqların düzgün internetdən, düzgün mənəvi dəyərlərə söykənməsinə bir rayon icra hakimiyyətinin diqqətidir, dəstəyidir və bu paralel olaraq dövlət və vətəndaş cəmiyyəti münasibətləri fonunda ortaya gələndə təbii ki, bugün açıqlıqla deyə bilərik ki, həm gənclərimiz sağlam etibar əllərdədir, eyni zamanda dövlətimizin bütün istiqamətlərdə olan qurumları, bununla yanaşı vətəndaş cəmiyyət sektoru bir araya gələrək təbii ki, əsas hədəf məqsəd gənclərimizin belə deyək ki, maarifləndirilməsi prosesinə böyük təkan. Əlbəttə, mən istəyərəm ki, gənclərimiz hamısı burada yer gəlmişkən qeydiyyatdan keçsinlər. Əlbəttə, burada ola bilər ki, biz gənclərimizlə əlaqə saxlaya bilər. Sizdən çox xahiş edirəm ki, ardıcıllıqla bu qeydiyyatı təmin edəsiniz. İnşallah ki, bizim görüşlərimiz gənclərimizlə hər zaman düşünürük. Şagirdlərlə, yuxarı sinif şagirdlərlə, gənclərlə, bütün istiqamətlərdə, gələcəkdə də bu sayaq maarifləndirmə və informasiya təşəbbüslərimiz olacaqdır. Bir daha xoş gəldiniz deyirəm. Bir daha bugünkü iştirakımıza görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Minnətdarım. Mənim bir 150 kilolu olan dostum var idi. Raf sürürdü, bu Gəncə rafında tanıyardınız kökçüdür. Sonra Rasim vardı, onun atası. Atasıydı. Qarda əmsi olurdu. Deməli, bu telefon təzə çıxır. Bu alır. Gətirib indi evə. Başlayıb buna danışmaq istəyir də, açır harayasa səslə danışmaq istəyir. Hər dəfə gəlir ki, yəni ki, haradasa yerində deyil də, bu düşmür o məqama. Yəni bir operator qızın səsidir, tez-tez deyir ki, hörmətli abonet. Başqa vaxtı zəng eləyərsiniz, nə bilim, nə tərif. Bir yarım saatdan sonra bir deyir, yenə həmin qadının səsi, hörmətli abonet, düz düşmüyorsunuz, nə bilim, nə tərif, necə, başqa bir vaxt müraciət edir. Bir də 5-də, 6-da, axırda belə tulluyur ki, abacı,
İndi bunu neyət deyirsən, nə qaylaq deyərsən? Yəni bir insan ömrünün 60-70 yaşını çatmış, kifayət qədər cəmiyyətdə yaşayan bir insan bu aparatla başa düşmür ki, bu səsi buraya yazıblar, elə o orada durur da, hava oraya girsə, elə bu eyni şeyi təkrarlayır ki, bu da qayıdır ki, axırda ərazi kəsir deyir ki, bacı, tulluyur, belə deyir ki, indi sən deyirsən biz neyək, nə ayraq, neyək? Yəni ki, bu inkişaf baxımından, bu texniki, ondan sonra tərəqqinin gətirdiyi bu çox böyük şeylərdir, nailiyyətlərdir, gözəldir. Və bu gözəlliyin yanında, bu lazım, vacib olan şeyin yanında bir belə negativ cəhətdə həmişə onun böyründən elə bir yol yoldaşı kimi gedir. Məsələn, bax biz bu işığa baxırıq, bu bir naqillə gəlir, bu enerji, bu tok deyilən şey bir gəlir də belə enerji ilə gəlir, bu da işığa çevirir, çox gözəldir, bizi işığa çıxardır, qaranlıq gecələrimizi işıqlandırır, yəni zülmət gecələr aydınlaşır, çox gözəldir. Amma buna gedib bilmədən barmağımızı haradasa o açıq naqilin bir yeri üstə vursa, insan tarmar eləyir, yanğın törədir, böyle. Bax, indiki söhbətlərin əsasında gedən proses odur ki, müqayisə. Yəni, bunun yaxşı tərəfindən istifadə edəndə işıqdır, gözəllikdir. Amma elə ki, o zəif tərəfinə, o naqis tərəfinə toxundu, Allah eləməsin, sən həyatda yoxsan və təkcə özün yox, çoxlarına. Biz küçə ilə gedəndə çox gözəl maşınlar görürük, müxtəlif cür maşınlar var, indi bahalı, bahasız belə. Gözəldir, surətlidir, minirsən, rahat, hər şey için. Amma orada bir texniki səhvə yol verəndə, yol qəzası törənir, orada böyük vəhşət törənir, insan həyatdan gedir, insan faciələr yaranır. Bax, Həsən müəllimində, elə Zami müəllimində dediyi söhbətlərin kökündə o şey deyə dayanır ki, bir vasitədən istifadə edəndə onun gözəl tərəfi var. Bir vasitə, həmin vasitənin özünə, tutaq ki, haradasa normal şəkildə toxunmazsan, səhv edərsənsə, orada sənin faciənin yaşayır. Həsən müəllim, mən belə bir tədbirin təşkil olunmasında, yaradılmasında, reaksiyaya gəlməsində zəhmət çəkənlərin hər birini səmimiyyətlə salamlayıram. Eyni zamanda qeyri-hökumət təşkilatlarda dövlət dəstəyi agentliyinin rəhbərliyinə həmişə minnətdarlıq hissi bəsləmişəm ki, məhz bu cür aktual, cəmiyyət üçün, insanlar üçün, xüsusilə gənclər üçün layiqli, lazımı olan mövzuların seçilməsinə həmişə xüsusi diqqətlə yanaşır və həmin mövzuların reallaşması üçün maliyyə dəstəyini əsirgəmir və bu böyük bir deməli təbliğat işinin aparılmasında əsaslı bir başlanğıc olur və hər kəs özünün anladığı, özünün dərk elədiyi səviyyədə həmin prosesdə iştirak elədiyi tədbirlərdə öz üçün bir nəticə çıxardır. Bütün bunlar çox gözəldir. Təbii ki, gənclərimizdən Vazif müəllimin çıxışından sonra mən gözləyirəm ki, gənclərimizin təklifləri olsun, gənclərimizin bugünkü mövzuya aid münasibətini eşidək. Eyni zamanda müasir informasiya texnologiyaları ilə bağlı onlara narahat edən məsələlər və yaxud da onlara daha çox düşündürən bu informasiya texnologiyaları ilə bağlı yəni onlar nələri görmək istəyirlər, nələri bu istiqamətdə daha vacib bilirlər. Və mən istərdim ki, gənclərimiz aktiv olsun, bir növ belə deyək, diskusiya xarakteri alsın bugünkü müzakirəmiz. Və mən inanıram ki, gənclərimiz bu məsələdə də təbii ki, öz münasibətlərini, öz fikirlərini bildirsələr, təbii ki, biz də məmnun olaraq ki, bugünkü seminarımız, bugünkü tədbirimiz belə deyək ki, axıcı və rəngarəng keçdi. Eyni zamanda onu da vurğulayım ki, Səbaz mənim bu ümumiyyətlə dövrün internet informasiya kommunikasiya sahəsi ilə bağlı o müəyyən belə də təhlükəli məqamları da qeyd elədi. Və onun üçün gənclərin diqqətinə çatdırmaq istəyirəm ki, bugün dövlətimiz tərəfindən bir sıra güc strukturlarında, xüsusilə Rabitə Yüksək Texnologiyalar Nazirliyində rəqəmsal nəqliyyat, belə adı dəyişikdir, rəqəmsal nəqliyyat Nazirliyi, onun tərkibində kiber təhlükəsizlik idarəsi fəaliyyət göstərir. Eyni zamanda bu kiber təhlükəsizlik ilə bağlı Daxili İşlər Nazirliyinin və eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinin kiber təhlükəsizlik baş idarələri fəaliyyət göstərir ki, əsasən bilavasitə bu idarələr ümumiyyətlə kiber təhlükəsizlik istiqamətində, informasiya təhlükəsizliyi ilə bağlı ölkəmizin bu sahəsi ilə bağlı çox ciddi şəkildə dövlət siyasətini həyata keçirirlər və həqiqətən də çox möhtəşəm fəaliyyət ortaya qoyurlar. Mən buradan da elə fürsətdən istifadə edib güc strukturlarımızda fəaliyyət göstərən kiber təhlükəsizlik baş idarəsinə və nazirliklərinə dərin təşəkkürümüzü bildiririk və düşünürük ki, yəni bizim eyni zamanda informasiya təhlükəsizliyimiz etibarı əllərdə də dövlətimiz
dövlətimizdən bu sahədə olan qurumları da təbii ki, hər cəhətdən ümumiyyətlə ki, bir təhlükəsizlik yönündə fəaliyyəti koordinasiya edirlər, nəzərdən keçirirlər. Bu da təbii ki, informasiyanın daha, belə deyək ki, informasiya məsələsində dövlətimizin nə qədər həssas və diqqətlə yanaşdığının bir nümunəsidir. Və mən istərdim ki, siz bu yöndə sizi maraqlandıran, yəni sosial şəbəkə segmentlərində nələrlə rastlaşmışsınız, nələrlə rastlaşırsınız və nələri görürsünüz, yəni təkliflərinizi, münasibətinizi hörmətli, dəyərli dostumuz, Yeni Azərbaycan Partiyasından Sabirabad Rayon Təşkilatının sədri Variz müəllimin çıxışından sonra biz sizdən bu yöndə təkliflər və münasibətləri gözləyirik. Mən hər birinizi salamlayıram. Bugünkü mövzuda kifayət qədər aktual mövzudur, bizləri düşündürən bir mövzudur. Gənclərin və uşaqların internetdən düzgün istifadəsində milli mənəvi təbliğatın rolu. Mən üzr istəyirəm, bir neçə gün bundan əvvəl gördüm, mənim kiçik oğlum əlimdə bir vərəq gətirib və ora bir şəkil çəkib. Və onu da Həsən müəllim böyük həvəslə gətirib mənə və şəkilə baxdım da orada qəribə oldu. Bir əcaib qəraib bir məxluqdur, iki dişi, burada buynuzu, burası bir qəribədir. Doğrudan mən özüm həm narahat oldum, həm də maraqlı gəldi. Yəni bu bir uşağın halında bu necə gələ bilər bu şəkil çəkmək? Və indi bir neçə gündə evdəyəm, müşahidə edəcəm bu hərəkətləri. Gördüm bu YouTube-da mütəmadi olaraq bu formatda cizgi filmlərine baxır və bu alqoritm olduğuna görə mütəmadi olaraq bu cizgi filmləri avtomatik olaraq eyni mövzuda olan orada yenilənir. Ona görə bax, deyirəm ki, bu internet bizim həyatımızın bir parçasına çevrilir. Bu yəni insan bizi formalaşdırır. Yəni bir uşaq vaxtı bir uşağı bu internet başlayır formalaşdırmağa və bunu qadağa eləmək olmaz. Çünki interneti qadağaya çevrilmək olmaz. Bu internet böyük bir qlobal şəbəkədir və biz bu şəbəkə vasitəsilə inkişaf edirik, biz orada təhsil ala bilirik, bizim gələcəyimizi də formalaşdıra bilərik. Nizami müəllim süni intellektlə bağlı dedi. Bəzi insanlar süni intellekti özlərinə rəqib görürlər, amma süni intellekti biz öz alətimizə çevrilib, o süni intellektdən yaxşı mənada rayonumuzun, ölkəmizin, cəmiyyətimizin, dövlətimizin inkişafından istifadə edə bilərik. Və indi bizim burada gəncliyinə baxıram, Həsən müəllim maraqlı çıxış edir, Nizami müəllim, Sərvaz müəllim nəsihət şəklində çıxış, amma baxıram ki, bizim gənclərimiz, məsələn, bəziləri telefonla, indi aydın məsələdir, müəyyən sosial şəbəkələrdən istifadə edirsiniz və bu bizim həyatımızın bir parçasıdır. Amma orada istifadənin özü də bizim özümüz haqqında bir imij formalaşdırır. Bizim hər bir paylaşımımız, bizim hansısa bir postun altına yazdığımız bir bu bizim özümüz haqqında, bu bizim ailəmiz haqqında, elə rayonumuz haqqında, daha geniş anlamda bizim dövlətimiz haqqında bir imij formalaşdırır. Ona görə də atdığınız hər bir addımda ilk növbədə özünüzün, cəmiyyətimizin və dövlətimizin o imicini düşünmək lazımdır, fikirləşmək lazımdır. Və əlbəttə ki, bu sosial şəbəkələrə də, indi bəzi dövlətlərdə var ki, keçən səhər mən baxdım, bizim millət vəkilimiz Kamal Cəfərov bir təklif edib, dedi, bəzi Avropa ölkələrində 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə qeydiyyat məsələlərinə məhdudiyyətlər qoyulur. Mən şəxsən bu təklifi dəstəkləyirəm, əlbəttə ki, müəyyən yaşdan sonra o qeydiyyat məsələlərini icazə vermək olar. Amma öz uşağımın mən timsalında deyirəm ki, müəyyən məsələlər var ki, o yaş məhdudiyyətinə qədər o məsələlərə ciddi nəzarət etmək lazımdır. Və bu tədbirin də məsələ bizim bu doğma məkanda ərsəyə gəlməsində və bu tədbiri burada keçirilməsində zəhmət. Mən sizə təşəkkür edirəm. Ümid varam ki, bundan sonra bu cür tədbirlər daha çox olacaq və biz də partiya olaraq gənclərimizin yanındayıq, sizlərin yanınızdayıq və bu cür nailiyyətlərinizi, təşəbbüsləri də dəstəkləməyə hər zaman hazırdır. Sağ olun. Yeni Azərbaycan Partiyasının Gənclər Hərəkatı, Gənclər Birliyi hər zaman gənclərdə bir sıra uğurlu təşəbbüslərlə çıxış edirlər və Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatında çox böyük rol oynayır və bugün demək olar ki, təbii ki, iqtidar yönlü partiyadır, bu ayrı bir mövzudur. Amma bugün çox səmərəli, çox gənclərimiz üçün, Azərbaycan Gənclər Hərəkatı üçün çox böyük, belə deyək ki, fayda verir və eyni zamanda sosial şəbəkə üzərindən də elə sosial şəbəkə platformalarında da Yeni Azərbaycan Partiyası üzvləri, Yeni Azərbaycan Partiyası fəalları çox böyük fədakarlıq göstərirlər. Mən artıq Variz müəllimin çıxışında da bir daha aydın elədim ki, doğrudan da Yeni Azərbaycan Partiyasının gəncliyi, Yeni Azərbaycan Partiyasının Gənclər Hərəkatı
bütün istiqamətlərdə öz töhfəsini verir və bizə açdığı bugün bu şərait bir daha onu göstərdi ki, Yeni Azərbaycan Partiyası sözün əsl mənasında Azərbaycanda gənclərin rəqəmsal biliklərinin artmasına maraqlıdır. Yeni Azərbaycan Partiyası digər sahələrdə olduğu kimi internet, informasiya, kommunikasiyaya olan bir diqqətini ortaya qoyur və bu baxımdan təbii ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə də, xüsusən Vahid Məclisə də dərin təşəkkürümüzü bildiririk və ümid edirik ki, bundan sonra da bizim Yeni Azərbaycan Partiyası ilə, xüsusilə Sabirabad rayonu ilə davamlı görüşlərimiz olacaq. İnşallah. Bizə çox əziyyət verəcəyik və düşünürəm ki, əsas mahiyyət məram da ki, sizin də vurğuladığınız kimi, hər birimizin qeyd elədiyi kimi, təbii ki, gənclərimizi daha peşəkar görmək, gənclərimizi daha çox informasiyalı görmək, gənclərimizi daha peşəkar informasiya iştirakçısına çevirmək və dövlətimizin, xalqımızın, Cənab Prezidentimizin apardığı o informasiya siyasətinin arxasında dayanan bir gənclik ruhunu görmək, gənclik hərəkatını görmək. Əlbəttə, bugün Gənclər Nazirliyi fəaliyyət göstərir, Gənclər Fondu fəaliyyət göstərir, gənclərimizlə bağlı çox sayılı belə də layihələr icra olunur. Amma bugünkü görüş təbii ki, daha bir mahiyyəti ilə seçilir ki, burada xüsusi son dövrlü aktuallıq kəsb edən informasiya təhlükəsizliyidir. İnternetdən düzgün istifadə, internet dünyanın hər bir yerində var və insanlar, hər kəs internetin imkanlarından bəhrar. Amma Vahid müəllim də dediyi kimi, gəlin bu internetin imkanlarından doğru şəkildə bəhrələnək. Doğru şəkildə Azərbaycanın milli maraqlarını ortaya qoyaq, doğru şəkildə millətimizi, dövlətimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, bütün o mənəvi dəyərlərimizi orada təbliğ edək, təşviq edək. Bir daha hər birinizə təşəkkür edirəm. Əgər Həsən müəllim icazə verirsiniz, münasibət bildirən təkliflər varsa dinləyin. Buyurun, kimin də sözü varsa əziz balalar. Yalan məlumatları necə müəyyən etmək olar? Yayılan məlumatları. Yox, yalan. İcazə versəniz, mən ona Həsən müəllim cavab verim. Birbaşa bizim sahə ilə bağlı olduğuna Heç görə. mən bilmirəm axı. Təbii ki, yalan məlumatlar dedikdə, qızımız dedi, yalan məlumatlar deyir, dezinformasiyanı nəzərdə tutur. Dezinformasiya bəzən fərdlərin hər hansı bir şəkildə müxtəlif sosial şəbəkə üzərindən və yaxud da hər hansı bir kanallar vasitəsilə şəxsi məkirli niyyətlərinin həyata keçirilməsi üçün dövrəyə buraxdıqları informasiya məhsuludur. Bundan qurtulmaq üçün təbii ki, yollar var və təbii ki, mən çıxışımın öndə də bir yaxaladım ki, o yalan məlumatlar necə dövrəyə gəlir və burada müxtəlif məsələlər ortaya gəlir. Bəzən insan şəxsi ambisiyalarını həyata keçirmək üçün, şəxsi ambisiyalı fikirlərini ortaya qoymaq üçün, başqalarına qarşı olan kinini, qüdrətini hər hansı bir formada çatdırmaq üçün müxtəlif uydurucu informasiya sosial şəbəkələr üzərindən müxtəlif formalarda həyata keçirir. Bəzən görürsən bunu saxta profillər üzərindən həyata keçirirlər. Saxta profillər üzərində kiməsə qarşı olan məkirli niyyətini o cür dezinformasiya görürmü, yalan informasiya ilə daşıyırlar sosial şəbəkəyə və beləliklə o yalan informasiyaya görürmür. Yalan informasiyanıza üzr istəyirəm, xanımın sualı əslində çox aktual sualdır və yer gəlmişkən Ceyran xanım çox və yerində bir sualdır. Əslində elə bugünkü bu mahiyyəti açır. Deyərdim ki, bu mahiyyəti açır. Çünki sosial şəbəkə üzərində bugün hər kəsin Vahid müəllim də qeyd edər ki, sosial şəbəkə artıq həyatımızın bir parçasına çevrilir. Bəli, belə bir dövrdə qloballaşan dünyada biz yalan məlumatlarla, düzgün məlumatlar necə əldə etməliyik? Siz bunu istəyirsiniz. Əlbəttə, düzgün məlumatları düzgün səhifələrdən, düzgün məlumatları düzgün informasiya resurslarından. Misal üçün, deyək ki, bugün ölkəmizdə Azərtac, Azərbaycan Dövlət İnformasiya Agentliyi. Deyək ki, var APA agentliyi, deyək ki, digər informasiya agentliyi. Baxmalısınız ki, əgər bu informasiya rəsmi informasiya agentliklərinə və yaxud da özünə hörmət edən ciddi media qurumunun informasiyasıdırsa, o zaman bu daha dəqiqdir. Yox, əgər bu hansısa bir insanların, hansısa bir qruplaşmanın, hansısa bir deyək ki, negativlik yaratmaq niyyəti ilə olan insanların aləti yönümündə fəaliyyət göstərən səhifədirsə və yaxud da hər hansı bir internet resursursa ona inanmaq lazım deyil. Çünki orada artıq başqa şəxslərin maraqlarına xidmət edən informasiya dövriyədir. Onu ayırt etmək lazımdır. Bunun üçün təbii ki, o səhifəni araşdırmaq lazımdır və əgər bundan da aydın olmadığı halda mütəxəssislərə müraciət etmək lazımdır. Eyni zamanda bu sahəyə görə ixtisaslaşmış, məsələn, orta məktəbdə oxuyan şagird müraciət edə bilər informatika müəlliminə. Deyək ki, məktəb rəhbərliyinə, valideyninə müraciət edə bilər.
yaxınlıqda olan, deyək ki, IT mütəxəssisinə müraciət edirlər. Və ümumiyyətlə də, yəni bu sahə üzrə ixtisaslaşmış insanların biliklərini, fikirlərini öyrənməklə o problemdən çıxmaq olar. Mən təşəkkür edirəm sualına. Sərbaz müəllim, Buyurun, sən nəyə demək istəyirəm? Necə deyirsən bilmirəm. Bax, mən baxıram, Amerikanın prezidentindən belə götürək ki, Fransanın prezidenti Karlsruhe boğazlarında Pencək görüşürlər. Baxırsan ki, rəsmi bir görüşdür. Axıracan bax, gör o münasibət axıracan o cür gedəcək, ancaq nə dərdir? Biraz keçəndən sonra görürsən, qəflətən Fransanın prezidenti Amerikan prezidentinin ağzını üstə bir yumurdu, o yıxıldı, o qaçdı, hara qarışdı məsələsi. Deməli, axıra qədər diqqətlə izləmək, nəticəni çıxardandan, görəndən sonra ki, amma belə baxdın ki, gəldi, görüşdü, əl verdi, o saat sən də informasiya yarışsan ki, Amerika ilə Fransanın prezidenti dostcasına görüşdülər. Yəni, yalanı axıracan izləyə, görəcəksən ki, yalan çıxdı, bir dostcasına qafasına. Onların mütləq. Bir də yer gəlmişən Sərvad müəllim, sizin sözünüzü və bir şey də detalda qeyd eləmək istəyirəm, bugünkü görüşdən istifadə edir. Bax, süni intellekt algoritmlərindən, ümumiyyətlə süni intellekt texnologiyalarından istifadə edərkən diqqətli olmaq lazım. Təbii ki, süni intellektin ölkəmizdə inkişafını biz hədəfləyirik və cənab prezidentin vurğuladığı kimi süni intellekt agentləri artıq dünyada mövcud olan bir institutdur, mövcud olan bir deməli, mahiyyəti ilə seçilir və süni intellektdən biz düzgün fəaliyyətimiz üçün, düzgün həyat və şəraitimiz üçün istifadə etsək, çox gözəl bir vasitədir. Amma orada, məsələn, ChatGPT vasitəsi var. Tutaq ki, o vasitədə bəzən görürsən informasiyanı axtarırsan, gənclərimizə xüsusilə müraciət edirəm. Axtararkən görürsən ki, Həsən müəllim, orada informasiyanı fikirləşirsən ki, informasiya cümlələr bir-birinin ardınca düzgün qurulub gəlir. Amma baxın, ona siz arxain olmayın. Siz müxtəlif mənbələrdən o informasiyaları dəqiqləşdirin. Çünki ChatGPT-nin verdiyi sizə köməkdir. Müəyyən şey formalaşdırır, müəyyən fikir formalaşdıra bilər. Amma orada statistik məlumatlar ola bilər, orada deyək ki, informasiyanın dəqiq mənbələri ola bilər. O alqoritmdir. O axtarır, girir, müxtəlif internet resurslardan götürür, öz bildiyi kimi hazırlayır. Amma siz deyək ki, bir dənə ədəbi bədii bir fikir ortaya qoyursunuz. Məsələn, yaxınlarda Qəşəm Nəcəfzadə, bizim şairimiz, gözəl bir fikir atdı ortaya ki, mən bir şeiri araşdırıb ki, görün bunu ChatGPT-yə verim, görün bu şeir nə dərəcədə, yəni bütün o, belə deyək də, o ədəbi dil normalarına uyğundur, qrammatik cəhətdən. Həqiqətən ortaya çıxartmışdı ki, doğrudan da orada şeirdə o cümlələrin bir-birini tamamlanması düzgün, yəni o bir-birini tamamlamamışdır. Amma ümumi baxanda şeirdir. Ona görə də biz hər hansı bir yaradıcılıq nümunələrini araşdırarkən, tutaq ki, ali məktəb səviyyəsində, orta məktəbdə araşdırarkən o ChatGPT-yə arxain olmaq lazım deyil. ChatGPT bizə imkandır, dəstəkdir, köməkçimizdir və istiqamət verir, dəstək olur əlbəttə. Biz onu bəzən bəlkə də gedib Axundov kitabxanasında və hansısa kitabxanalarda saatlarla vaxt sərf edəcəyik. Ceyran xanım, amma bizim o informasiyanı bizə xeyli yaxınlaşdırdı və bizə kömək edir. Amma biz təbii ki, bu informasiyanı, axı bizim taleyimizdə rol oynayacaq bu informasiya və yaxud da biz bunu bəlkə sosial şəbəkə hesabımızda paylaşacağıq və yaxud da özümüzün WhatsApp statusumuzda paylaşacaq. O zaman, deməli, və yaxud da məktəbdə bir seminarda, bir şagird auditoriyasında, müəllimin qarşısında danışacaq o informasiya. Təbii ki, biz o informasiyanı müxtəlif mənbələrlə, aydınlaşdırmaqla, dəqiqləşdirməklə daha doğru şəkildə təbii ki, ChatGPT-nin də köməyini itirmək olmaz, haqqını itirmək olmaz. Amma öz, belə deyək ki, o necə deyərlər, ehtiyat igidin yaraşıqıdır. Ehtiyatımızı da əziz gənclərimizə əldən verməməliyik və gücümüzü səfərbər eləməliyik ki, daha geniş informasiya bolluğuna sahib olaq.